Zamanları izah edirəm. 9-cu sinif yeni topludum. Ven görürəm və dərhal yadıma düşür ki, Venden sonra gələcək zaman dərhal gələ bilməz, sildim. Baxıram növbəti feilim gələcək zamanda da uzlaşması yalnız indiki zamana gedə bilər. Burada indiki zamanda doesn't go və goes vardı. Digərlərini silərəm əlbəttə ki və getməliyəm tərcüməyə. When Jane goes to London, she will do a lot of sightseeing. Və təbii ki, Y variantını tərcümə olaraq mən götürə bilərəm. Deyir ki, Londona gedəndə çoxlu gəzməli, görməli yerləri ziyarət edəcəkdim. 2-yə gedirəm. These clothes yesterday görmüşəm. Past simple-da keçmiş zamandır. Və keçmiş zamanı ifadə eləmək üçün mən bilirəm ki, arı, izi və will-i dərhal silməliyəm. Məndə qaldı was və were. Clothes cəmdədir. Was-u sildim və the variantını götürəcəm. Düzdür, cümlə məşğul növdədir, amma hər halda yadıma dərhal düşür ki, to be keçmiş zamanda was və were-dür. Təkdə was olaraq özünü göstərir, cəmdə were olaraq özünü göstərir. Davam edirəm, last görmüşəm, past simple-dır. Və past simple keçmiş zaman olduğu üçün mən dərhal is-i, arı və will-i siləcəm. Was were arasında qalıram. Newspaper cəmdədir. Təbii ki, was-u sildim, were-i doğru olaraq götürəcəm. Yadıma salıram ki, dərhal past simple qaydalı qayda sonra 2 yerə bölünür və qaydalar idi. Qaydalar idi qaydasılar kökdən dəyişməklə qaydası fe'lər əzbər bilmək lazımdır. Last echo yesterday əsasən özünü göstərir. Keçmişə aid illər və yaxud da ki, əsrləri də past simple-da göstərə bilirik. Gedirəm tomorrow görmüşəm və yadıma düşür ki, burada will-dən söhbət gedəcəkdir. Əlbəttə ki, inkarda want olacaqdır. Və mən were keçmiş zamanı, was-u keçmiş zamanı, are indiki zamanı və is indiki zamanı silirəm. Will be packed olacaqdır. Məşğul növdə verildi, amma hər halda gələcək zamanı bu şəkildə ifadə edəcəm. İndi 15th verb keçmişə aid hər hansı bir ili göstərmək üçün keçmiş zamanı istifadə edirəm. Is, will, are siləcəm. Təbii ki, was, were arasında qalaram. Book'dan söhbət gedir, recorddan söhbət getmir. Were sildim və was-u götürəcəm. Was published. Çünki kitab çap olunubdur. Yesterday gördüm past simple-dır. Endli cümlədə hər ikisini eyni zamana verəcəm. Yesterday I wrote a letter to my parents and said. Dünən yazdım və göndərdim. Ardıcıl hərəkətləri göstərmək üçün istifadə olunur. Variantını doğru göstərəcəm. Yadımda saxlayıram ki, endli cümlələrdə 99% hallarda eyni zaman özünü göstərir. Ardıcıl hərəkətləri ifadə eləmək üçün. Lakin biraz diqqətli olmaq lazımdır. Çünki hər hissənin özünün zaman zərfi də ola bilər. 7-də dərhal will-i görürəm və başa düşürəm ki, bu future-dır, yəni gələcək zamandır, doğrudurmu? Və mən were keçmiş zamanı, is indiki zamanı, was-u keçmiş zamanı, gələcək zaman uzlaşması indiki zamana gedəcəkdir. Izi saxlayıram əlbəttə ki, arı saxlayıram, was-u were silirəm. Were-dən sonra gələcək zaman gəlməz, will-i sildim və is-lə arı arasına qaldığım təqdirdə will leave for London when the agreement təkdə olduğu üçün mən arı verə bilmərəm. Təbii ki, is signed olacaqdır və deyir ki, nümayəndəliklər will leave for London when the agreement is signed. Razılıq imzalananda onlar London üçün tərk edəcəklər. If gördüm 8-də və if-dən sonra bilirəm ki, will və ya won't gələ bilməz. Digərlərini saxlayıram. Gedirəm ikinci mərhələdə will görürəm. Gələcək zaman uzlaşması yalnız indiki zamana gedə bilər. Kod keçmiş zamanı silirəm və ikisi arasında qalıram və tərcüməyə gedirəm. If Ted catches the early train, he will be here. Deyir ki, əgər o ilkin qatarı çatmış olsa, o vaxtında burada olacaqdır. Getirəm 9-a. Last görmüşəm və mən bilirəm ki, past simple-dan last görə bilirəm. Onun sualı inkarı did-lə düzələcəkdir və ya didn't-la düzələcəkdir. Yadda çıxartmayaq ki, did gördüyüm təqdirdə idi mütləq ki düşəcəkdir və yaxud da ki, keçmişdəki olan ki, yəni diqqətli olmaq lazımdır ki, deməli, kökdən dəyişən feillər, yəni ki, irregular verbslərə diqqət yetirmək lazımdır. Deməli, 9-da mən deməli, tək last görmürəm. Burada since last year görürəm. Since last year olduğu üçün də təbii ki, avtomatik mənə deyəcək ki, get present perfect-də. Gedirəm, were silirəm, did-i silirəm, will-i silirəm və are silirəm. Have you worked in this office since last year? Mən Y variantını burada götürməli oluram. Səbəb ondan ibarətdir ki,
Əgər cümlədə yalnızca last olsaydı, bəli, burada sən did you work in this office last year olardı. Yox, əgər burada since last yeardirsə, yəni buradakı since avtomatik mənə nə deyir? Buradakı since avtomatik mənə deyir ki, mən present perfectəm, doğrudurmu? Present perfect olduğum üçün də mən bilirəm ki, present perfect have üstəki participle to ilə düzələcəkdir. Dərhal mən Y variantını burada doğru götürəcəm. Davam edirəm, növbəti testə baxıram. While'dan sonra mən traveled görmüşəm, past simvoldur. Bunun uzlaşması pasta getməlidir əlbəttə ki. İndiki zamanı, gələcək zamanı və dunu indiki zamanı atıram. Did və C və Y arasında qalanda təbii ki, diddən sonra gələn irregular verbs take-ə çevrilməli idi. Took ola bilməz. Sildim, C variantını götürdüm. Gedirəm 11-ə. Yenə were görmüşəm. While'da uzlaşması keçmişə gedəcəkdir. Və təbii ki, mən have-i, will-i və are atım. İkisi arasında qalanda idi düşməli idi, düşməyibdir. B variantını doğru götürdüm. Gedirəm, by manager last Monday. Last Monday-də past simple-a gedibdir. Will-i, is-i və are sildim. İkisi arasında qalanda documents cəmdədir. O səbəbdən was-u sildim, anı götürdüm. Gedirəm, when gördüm və When-dən sonra mən baxmalıyam ki, will gələ bilməz. Onu sildim. Lawyer looked görmüşəm. Keçmiş zamanda uzlaşması keçmişə gedəcəkdir. İndikini atdım və go to past simple-ı götürəcəm ki, uzlaşma doğru getsin. Gedirəm 14-də. Before gördüm. Before-dan sonra indiki zaman gəlib. Uzlaşma indiki və ya gələcəyə gedər. O səbəbdən də mən were atdım və baxıram. O səbəbdən mən were atdım və təbii ki, fikir verməliyəm. The tourists will visit a few interesting places before they leave. Deyir ki, Venice tərk etməmişdən əvvəl bir neçə yeri ziyarət edəcəklər. Dərhal mən yeni götürəcəm. Turist cəmdə olduğu üçün visit ola bilməz. Are going to visit olardı. O səbəbdən to be going to ifadəsini unutmayaq. Gələcəkdə, yaxın gələcəkdə edəcəyimiz hərəkətləri göstərmək üçündür. Lakin planlaşdırılmışdı. To be going to ifadəsidir bu və yaxın gələcəkdəki planlaşdırılmış hərəkətlər üçündür. Have isə sənə tərcümə heç bir təqdirdə verə bilməz. Gedirəm 15-ə. When gördüm. When-dən sonra mən will silirəm. Gedirəm ikinci hissədə increase görmüşəm. İndiki zamanda. İndiki zamanın da keçmiş zamanla uzlaşması mümkün deyil. Sildim. İkisi arasında qaldım. When rainforest cəmdə olduğuna görə mən izi sildim. Arı götürdüm. Gedirəm yenə when gördüm. When-dən sonra idini gördüm və başa düşürəm ki, keçmiş zamanda. Ona görə də anın, yəni indiki daməci zamanla uzlaşması mümkün deyildir. Sildim. Have present perfect-lə indiki bitmiş zamanla. Yəni bax burada yenə də indiki deyirəm. Ki uzlaşması mümkün deyildir. İndiki sadə zamanda present simple uzlaşma mümkün deyildir. Will gələcək zamandır. Keçmişin gələcəklə uzlaşması mümkün deyildir. Sildim və doğru variantımı A variantı olaraq when I reached the office some visitors were standing olacaqdır. Gedirəm 17-yə və 17-dən sonra will görmüşəm. Gələcək zamandır. Gələcək zamanın uzlaşması indiki zamana gedər və o səbəbdən də iki gələcək zaman bir cümlədə gəlməz. Unutma. Bu da will notun qısa versiyası da. Unutma. Dını sildim və gələcək zaman keçmiş zamanla əlaqəsi yoxdur və ya was da keçmişi ifadə edir. Mümkün deyil. Sildim. Finishes üçün şəxsin təkində götürdüm. İndiki zaman. Yəni mən if görmüşəm. Ifdən sonra başa düşürəm ki, will gəlməz. Sildim. Want gəlməz. Sildim. Üç arasında qalandı. İkinci feilimi will görürəm. Gələcək zamanda. O səbəbdən də mən didi sildim. İkisi arasında qala bilmirəm yenə. Left gəlibdi. Keçmiş zamanda sildim və mən A variantını doğru götürəcəm. If you leave at 5 you will catch. Gedirəm 19-a. Cavabda last görmüşəm. Baxmayaraq ki, have you visiteddir burada. Sualda indiki bitmiş zamanda. Amma cavabda last olduğu üçün mən have-i sildim. Əmi sildim, will'i sildim və visit'i sildim. Doğru variantın visit olacaqdır. Bax, last burada mənə deyir ki, təbii ki, sən past simple-ı verəcəksən. Davam edirəm 20-yə. Yenə mən sualımı have-lə vermişəm. Adətən biz deyirik ki, sual nə ilə verilibsə, cavabda ondan veriləcəkdir. Amma bu belə deyil təbii ki, hər zaman. Burada mən cavabda last görmüşəm və mənə bu last deyir ki, gedəcəksən past simple-a. O səbəbdən də mən have-i, will-i və sin-i atdım. İkisi arasından qalanda deyir ki, have you seen the Titanic? O da deyir ki, yes.
I saw it last month. Təbii ki, burada the variantını doğru olaraq götürəcəm. Yes veribdi. No versəydi, no I didn't see olardı. Amma yes verdiyi üçün təsdiqə getməliyəm. Doğru variantım the variantıdır. İndi burada gedəndə deyir ki, where are you going to stay? When you. Yenə when görmüşəm. When'dən sonra will və ya won't gələ bilməz. Are indiki zamanda uzlaşması were-lə gedə bilməz. Ona görə də the variantına gedəcəm. Davam edirəm. What are you going to see when? Yenə mən are görmüşəm indiki zamanda. When'dən sonra bilirəm will gəlməz. İndiki zaman olduğu üçün were-ləri sildim. When'dən sonra won't da gələ bilməz. Will modun qısa versiyası. İndiki zamanla uzlaşması tam doğru. Gedirəm 23-ə. When'dən sonra were görmüşəm. Və başa düşürəm ki, bu keçmiş zamanda uzlaşması gələcəyə gedə bilməz, indikiyə gedə bilməz, gələcəyə gedə bilməz və ya həvə gedə bilməz. O səbəbdən də d-nı doğru götürəcəm. Və ondan sonra were görmüşəm və were mənə deyir ki, sən mütləq burada gələcək zamanı atarsan. Mən gələcək zamanı atdım və mən gələcək zamanı atdım. İndiki zamanı attım, indiki zamanı attım çünki keçmiş zamanda stay'di doğru variant olaraq götürəcəm. Yenə gedirəm 25-ə və mən when'dən sonra told görmüşəm. Past simple'dır, keçmiş zaman olduğu üçün mən indiki zamanı, indiki bitmiş zamanı və indiki zamanı və yaxud da ki won't gələcək zamanı atıram. C variantını doğru götürəcəm dedim belə. Gedirəm 26-ya. While'dan sonra were gəlmişəm, keçmiş zamandır və uzlaşması keçmişə gedəcəkdir. Have, want, don't və are atandan sonra bu variantını doğru götürəcəm. 27-yə gedirəm if-dən sonra. If-dən əvvəl gələcək zaman görmüşəm. Uzlaşması yalnız indikiyə gedə bilər. O səbəbdən də keçmişləri dərhal atıram. Keçmişləri attım. Və baxıram digərlərinə. İki gələcək zaman bir cümlədə gələ bilməz. If-dən sonra want-u da attım. İkisi arasında qalanda və üçün şəxsin təkidir, yəni təkdə olduğu üçün don't atıram və doesn't improve doğrudur. Gedirəm növbətiyə. Umbrellas and coats ikisi bərabərdə cəmi ifadə edir. Ego görmüşəm, past simple ifadə edəcəkdir və dərhal mən are, izi və will gələcək zaman atdım. İkisi arasında qalanda ikisi bərabər olduğuna görə mən was-u sildim, anı doğru götürdüm. Cəmdə ifadə eləmək var idi orada. Chinese meals cəmdədir və last görmüşəm, past simple ifadə edir. Təbii ki, mən dərhal A variantını were-sırdı götürəcəm. Will yadan çarpmayaq ki, gələcək zamanı ifadə edirdi. İzindiki idi, was təki ifadə edir, are indiki idi. Sildim onları. Dərhal gedirəm növbəti testdə. Yes dedi görmüşəm, past simple-da. O səbəbdən də həzi, have və are attım. There were a lot of works of art. Təbii ki, mən will'i də silməliyəm. Çünki burada yes-i var idi və dərhal Y variantını doğru götürəcəm. Everybody 31-ə baxıram, last görmüşəm və keçmiş zamanı ifadə edir. O səbəbdən indiki zamanı. Diddən sonra took düşməli idi, sildim. Have present perfect-i sildim və indiki zamanı sildim. Doğru variantım B variantı took var. Take deməli, keçmiş zamanda took'a çevrilir. Gedirəm, davam edirəm. Yes dedi görmüşəm. Və bu past simple'dır. Past simple olduğu üçün mən have, həzi, send indiki zamanı, sense indiki zamanı attım. The variantını doğru götürəcəm. Vəndən sonra arrive görmüşəm, indiki zamandır. O səbəbdən də mən ataram was, keçmiş zaman idi, keçmiş zaman və həz solla bunun uzlaşması təbii ki mümkün deyildir. Bence cümlələrdə dərhal atım ikisi arasından qalanda we believe Chris will solve the problem when he arrives və Azərbaycan və A variantını doğru götürürəm. Təbii ki variantında uzlaşma mümkün, amma solve olardı. Üçün şəxsin təkini ifadə edir və deyir ki çatan kimi gələndə bu insan problemi həll edəcəkdir. Gedirəm 34-də yes dedi görmüşəm, lakin at that time yes dedi. Təbii ki bu mənə deyir ki past continuous-a get. Dərhal yadıma düşür ki, past continuous necə düzəlirdi? Past continuous was və were, üstə gəl verb, üstə gəl ing vasitəsi düzəlirdi. Doğrudurmu? Bunu unutmayaq və hər hansısa bir keçmişin müəyyən bir dəqiq vaxtında, yəni dəqiq zaman kəsiyində, yəni günün hissəsində, günün çağında və günün saatında və ya günün müəyyən bir saatında, lakin müəyyən bir vaxtında özünü göstərməlidir. Məsələn üçün mən deyirəmsə ki, at that time yesterday, bu avtomatik mənim üçün aydındır ki, dünən bu vaxtı və bu vaxtın hansı vaxt olduğunu mən avtomatik başa düşürəm. Ona görə past continuous-u dərhal götürürəm. Davam edirəm. Last month görmüşəm. Keçmiş zamanda uzlaşması keçmişə gedəcəkdir. Will və visit indikiləri attım. Diddən sonra idi düşür attım və visit'i doğru götürəcəm. Because will gələcək zamandır.
və gələcək zamanda uzlaşması təbii ki, indiki zamana gedəcəkdir. As soon as görmüşəm burada. As soon as görəndən sonra mən digər bütün zamanları atıram və the build üçün şəxsin təki olduğu üçün rings olacaqdır. Doğru variantım təbii ki, burada C variantı olacaq, rings gedirəm. Next sandi görmüşəm. Next gələcək zamanı ifadə edir, future-ni və dərhal yadıma düşür ki, future necə düzəlirdi? Will-la. Əlbəttə ki, inkar olsaydı təbii ki, özünü want-la göstərərdi və mən dərhal indiki zamanı, indiki have-i və yaxud da ki, metaatdım. Will meet our friends. Gedirəm 38-ə. Exercises early in the morning. Deyir ki, bu adam egzersiz edir səhərin erkənində. The girl does exercises. Yəni adətən bu insan səhər erkəndən idman edir. Müəlliməm biri rahatlıqla götürə bilərəm burada. Və yaxud da ki, the girl did exercise early in the morning. Səhərin erkən çağında deyir ki, idman elədi. Və yaxud da ki, the girl has done exercises early in the morning. Deyir ki, səhərin erkən çağında idman edibdi. 3-də də heç bir problem yoxdur. Hər hansısa bir mənə ekstra ipucu verməyibdir. Sırf tərcümə baxımından gedirəm. Will do exercise early in the morning və səhərin erkən çağında idmanı edəcəkdim. Yəni burada 4 dənəsi də uyğundur. Hər hansısa bir maneçilik burada mənim qarşımda yoxdur. Tərcümə baxımından 4-ü də doğrudur. Çünki mənə hər hansısa bir ipucu verməyibdir. Lakin 4 dənə variantım yoxdur. Gedirəm 39-a. In the evening yesterday görmüşəm keçmiş zamanda əlbəttə ki və mən bütün digərləri silirəm. Keçmiş zamanım dərhal yadıma düşür ki, past simple-ım idi ilə düzələcəkdir. Davam edirəm növbəti testdə. Last görmüşəm past simple-da dərhal yadıma düşür ki, past simple-ın sualı inkarı did ilə düzəlir. Are, do-nu have ilə atandan sonra A variantını doğru götürəcəm. Yesterday görmüşəm past simple-da have, has izi atandan sonra dərhal yadıma düşür ki, my family had. Yəni have indiki zamanda qəbul eləmək mənasını ifadə edir. Əsas feil olaraq özünü göstərəcəkdir. Keçmiş zamanda isə had-ə çevrilir. Had-in də sualı yaddan çıxartmaq ki, did-dən düzələcəkdir, qayıdacaqdır. Did-dən sonraki had, have və yaxud da ki, indiki zamanda I have barbecue, do I have barbecue, she has barbecue, does she have barbecue olacaqdır. Yadda saxlayıram ki, have, has, had, do, did, does şəklində düzələcəkdir. Gedirəm last simple-a, past simple-a, last görmüşəm, past ifadə edir. Təbii ki, indikini have və have atandan sonra B variantı mənə doğruluğunu ifadə edəcəkdir. Ego görmüşəm, last ego yesterday, past ifadə edir, unutmayaq. Past ifadə edir və mən dərhal indikini həzi və vili izatandan sonra D variantını doğru götürəcəm. When görmüşəm, vəndən sonra mən vili want-u atıram, digərlərini saxlayıram, uzlaşmaya getməliyəm. İdi ilə vilin uzlaşması mümkün deyil. Bu keçmişdir, bu gələcəkdir. Və yaxud da ki, idi ilə həzin uzlaşması mümkün deyil. Bax, bu indiki bitmişdir, bu isə keçmişdir. Uzlaşma mümkün deyil, lakin indiki ilə gələcək dərhal uzlaşar. Gedirəm a lot of money burada görürəm və money bilirəm ki, təkdədir sayılmır. O səbəbdən də cəmləri dərhal atıram. Last görmüşəm keçmiş zamanda, o səbəbdən gələcəyi atdım və indiki zamanı atıram və variantını doğru götürürəm. Our neighbors görmüşəm burada cəmdədir. Ego görmüşəm. İkinci hissədə isə about them since. Və deyir ki, our neighbors, ego olduğu üçün mən həvləri birinci mərhələdə dərhal atdım, ikisi arasında qalıram. Gedirəm ikinci hissəyə, eni görmüşəm, inkara mütləq getməliyəm. O səbəbdən dını atdım, cını götürürəm və gedirəm. Our neighbors left a month ago and we haven't had any information about them since. Və o dövrdən bu tərəfə qədər hələ də bizim onlar haqqında informasiyamız yoxdur. Əhli cümlə olmasına baxmayaraq, hər bir hissə özünün ayrı zaman zərfinə ibarətdir. Burada egodur, burada da sincedir. Deməli, mən burada rahatlıqla last, yəni past simple-ı götürdüyüm təqdirdə, yəni left-i götürdüyüm təqdirdə, burada isə mən rahatlıqla haven't had-i rahatlıqla götürə bilərəm, present perfect olaraq istifadə edə bilərəm. Bir də eni zaten sənə mütləq deyir ki, inkara ver. Yesterday görmüşəm past simple-dır və mən dərhal indiki daməcisini və yaxud da indiki bitmişi gələcəyə atıram. Doğru variantım C variantıdır. Before görmüşəm. Before'dan sonra bilirəm ki, will, has gələ bilməz. İkisi arasında qalıram, gedirəm uzlaşmaya. He reach ola bilməz. He üçün şəxsin təkidir. Bilirəm ki, şəxsin təkində feil mütləq indiki zamanda S qəbul etməlidir. Sildim və he will reach the top of the mountain before the sun rises, günəş çıxmamışdan əvvəl deyir ki, o dağın zirvəsinə çatacaqdır. Gedirəm 49-a və told görmüşəm burada. Told gördüyüm üçün başa düşürəm ki, keçmiş zamanda uzlaşması keçmiş zamanda gedəcəkdir.
Və lakin burada məşhur növdə də verə bilər. Baxmalıyam, ikili tərəfdə veribdir. Vndən sonra dərhal mən Will'i sildim. İkinci Will'i sildim. Getməliyəm uzlaşmaya. Wozla Combs'un uzlaşması mümkün deyil. Mary was told all the latest news when she came. Doğru variant C variantıdır. Birinci hissənin sadəcə olaraq məşhur növdə verilibdir. Deyir ki, bütün son xəbərlər ona çatdırıldı, ona deyildi o gələndə. C variantı doğrudur. Mary üçün şəxs vəkili olduğu üçün were told ola bilməz. Dərhal D variantını oradan silirəm. Davam edirəm 50 ilə və usually görmüşəm. İki hissədən ibarət testim və burada da yesterday görmüşəm. Deməli, hər hissənin özünün zaman zərfi var. Hər hissənin özünün zamanı olacaqdır. Usually has adətən deyir ki, qəbul edir. Mən bilirəm ki, have has eyni zamanda da qəbul etmək mənasında və ya had-i də gedim keçmiş zamanda verim. Qəbul etmək mənasında əsas feil olur. Sual inkarlı iddiası düzəlir, onu unutma. Deyir ki, adətən tək qəbul edir. But yesterday she had. Lakin dünənləri o dostları ilə qəbul elədi. Təbii ki, dərhal C variantını götürəcəm. Zaman zərfləri mənə bunu deyir. Bəli, biz deyirik ki, usually past simple-da da özünü göstərə bilər. Usually, sometimes, often. Lakin bu testlərdən deyil. 51-ə gedirəm. Yenə usually görmüşəm. Testim iki hissədən ibarətdir və burada da yesterday görmüşəm. Deməli, indiki zaman present simple və past simple-dan istifadə edəcəm. Digər zamanları dərhal atıram. Didn't had ifadəsi zaten mövcud deyil. Ataram dərhal və usual olduğu üçün də has, ikinci hissədə də had verərəm əlbəttə ki. Gedirəm 52-yə. Yesterday görmüşəm. Sualdır və başa düşürəm ki, keçmiş zaman sualı inkarı mütləq ki, didlə düzələcəkdir. Diddən sonra da həvə çevriləcəkdir. Y variantını dərhal götürürəm. Gedirəm, yenə was görmüşəm. Past simple-dır. Past simple uzlaşması pasta gedər. O səbəbdən də mən dərhal silirəm. Bax, bunları diddən sonra idi düşər. Were anyone. Mən bilirəm ki, törəmələrimin xəbəri təkdə olacaqdır. O səbəbdən də were dərhal silirəm və did you call anyone while I was out? Did anyone call while I was out? Deyir ki, mən çöldə olanda kimsə zəng etdi. Mən gedirəm 54-də since his departure görmüşəm və başa düşürəm ki, present perfect-ə getməliyəm. Çünki since və since-lə əlaqəli cümlələrdə mən bilirəm ki, have, has, üstəgəl participle to-dan istifadə edirəm. Participle to nə deməkdir? Mən bilirəm ki, verbim iki yerə bölünür. Regular verb. Regular nə deməkdir? Yəni, idi qəbul edən və irregular. Irregular nədir? Bu isə kökdən dəyişən feillərimi nəzərdə tutur və dərhal mən atıram will-i, he-ni və they has ola bilməz sildim. They have heard no news. İki inkar bir cümlədə gələ bilməz. Haven't heard no news deyə bilmərəm. Atdım və B variantını doğru götürdüm. Və defense and Əntli cümlədə fikir verməliyəm ki, eyni ardıcıllıqda getsin. Defense arrived at the stadium and started. B variantı doğrudur. Səbəb ondan ibarətdir ki, əntli cümlədə əgər hər hissənin özünün zaman zərfi yoxdursa, ardıcıl hərəkəti demək ifadə etmək istəyirəm orada mən və eyni zamana gedəcəm. Eyni zamanda özünü yalnızca B variantında göstərib. İkisi də past simple. When görmüşəm. When'dən sonra has-i, will-i atdım. İkisi arasında qalanda idi ilə has-in uzlaşması mümkün deyil. Bu past simple-dur. Bu isə present perfect. Yəni indiki bitmiş zamanda, amma Y variantı keçmişlə keçmişdən bir zaman rahatlıqla uzlaşacaqdır. Gedirəm 57-yə. While gördüm. While-dan sonra mən silmək istəyirəm bir dənə həzi, digərlərini saxlayıram və yadda saxlayıram ki, həzlə was uzlaşa bilməz sildim. Place indikidir, sifəm keçmişdi, uzlaşması mümkün deyil sildim. Played keçmişdi, bu indikidir, uzlaşması mümkün deyil sildim və iki keçmişdən bir zaman rahatlıqla istifadə oluna bilir. While erkən deməkdə əsasən özünü past continuous-da göstərir və iki eyni hərəkətin eyni anda olduğunu göstərmək üçündür. Gedirəm 58-ə. 8-də baxıram, yenə while gördüm. While-dən sonra həzə atmaq istəyirəm. Mən digərlərini saxlayıram. Uzlaşmaya getməliyəm. Həzlə was-un uzlaşması mümkün deyil. S-lə reads indiki zaman past simple uzlaşması mümkün deyil sildim və Tom üçün şəxsin təki də read olardı. Past simple-da amma yenə də is-lə uzlaşması mümkün deyil. İndiki zamanda olsaydı S qəbul edərdi. O səbəbdən də Y variantını dərhal götürdüm. Yenə when görürəm. Uzlaşmaya getməliyəm. When-dən sonra bilirəm ki, will və ya will gələ bilməz. 3-5. Bax, mən 3-5-i sildim. Tutalım ki 5-3 digərlər arasında qalanda deyirəm ki, they will go for a walk when they finish. Biri rahatlıqla götürə bilirəm və they went for a walk when they finish. İkini də rahatlıqla götürə bilirəm. They will go for a walk when they finish. Will gələcəkdir, idi keçmişdi. Uzlaşması mümkün deyil. Ona görə 1-2 doğru variantımı A variantı olaraq götürürəm. Alan himself.
Baxıram ki, görürəm, V'dən sonra will'ləri sildim, uzlaşmaya getməliyəm. Went downstairs when he heard. Biri götürürəm, deyir ki, eşidəndə düşdü. Will go downstairs when she hears. Deyir ki, eşidəndə düşəcəkdir və goes downstairs when he hears və eşidəndə düşür. Adətən bu bunu eləyir. Doğru variantın 1, 2, 5 Y variantıdır. 61-ə gedirəm, when görmüşəm yenə və when'dən sonra dərhal yadıma düşür ki, will'lər gələ bilməz. Uzlaşmaya gedirəm. Və he-ni görmüşəm. He refuses olardı. Dərhal variantını sildim. When the manager offered, he refused variantını götürdüm. Offered past simple-da həzlə uzlaşması mümkün deyil. Y variantını silərəm. David when görmüşəm. When'dən sonra mən hələ ki heç nə silmirəm, baxıram. Islə was-un uzlaşması mümkün deyil. Sildim. Reads a book when his mother üçün şəxsin təkidir. Yəni she'dir. Ona görə də enters olardı, sildim. Was-la is'in uzlaşması mümkün deyil. Sildim. Həzlə idinin uzlaşması mümkün deyil. Sildim və doğru variantım anası daxil olanda deyir ki, kitab oxuyurdu, uzlaşma tam doğru tərcümə yerində. When gördüm, when'dən sonra have will'i sildim. Gedirəm uzlaşmayı, is indiki zaman, left keçmiş zaman uzlaşma mümkün deyil, sildim. İndiki zaman keçmiş past continuous uzlaşma mümkün deyil, sildim və was sleeping, slept doğru olacaqdı. Gedirəm yenə when gördüm, when'dən sonra idi görmüşəm. Past simple-da uzlaşması pasta gedəcək əlbəttə ki, indiki zaman, indiki bitmiş zamanı, indiki dameci zamanı silirəm və ikisi arasında qalanda baxıram ki, we were discussing. Təbii ki, we was ola bilməz, ona görə A variantını doğru götürəcəm. Burada davam edirəm 65 ilə. Last summer görmüşəm, keçən yay və başa düşürəm ki, keçmiş zaman sual inkarı didlə düzələcəkdir. O səbəbdən də do-nu have-i və will-i atdım. İkisi arasında qalanda did spend ola bilməz. Spend olmalı diddən sonra feil indiki zamana qayıtmalı da variantını götürürəm. Last year gördüm, yenə keçmiş zamandadır və did studied ola bilməz. Dərhal sildim. Keçmiş zaman sualı inkarı didlə düzələcəkdir. Digərlərini atıram zaten dərhal və doğru variantım did stay olacaqdır. Yenə next görmüşəm, gələcək zamanı ifadə edir və will pay olacaqdır. Əlbəttə ki, gələcək zaman will-lə düzələcəkdir. Sophie at 2 o'clock tomorrow gələcəyin saat 2-sini göstərir. Təbii ki, gələcəyi ifadə edirsə, mən bütün digər zamanları silirəm və will gələcək zamanı götürəcəm. As soon as görmüşəm, bilirəm ki, as soon as-dən sonra will gələ bilməz və any görmüşəm. As soon as she ikinci hissə gələcək zamanda, uzlaşma yalnız indiki zamana gedəcəkdir. As soon as she gets any news, deyir ki, istənilən xəbəri əldə edən kimi o sənə deyəcəkdir. Və gələcək zamanı indiki zamanla uzlaşdırdım. Last week görmüşəm, keçmiş zamandır. İkinci hissədə usually görmüşəm, adət halını almış present simple ifadə edir. Və bu səbəbdən də mən deməli, birinci hissədə pastı götürməliyəm. Birinci hissədə pastı götürəcəyim üçün really works-ün izi sildim. İkisi arasında qaldı. İkinci hissədə she usually works, adətən işləyir. Usually olduğu üçün də müntəzəm hərəkəti ifadə edir. İndiki dameci zamanı sildim və D variantını doğru götürdüm. Reached görmüşəm, past simple-dır və dərhal yadıma düşür ki, bu past simple-sı uzlaşması pasta gedəcəkdir əlbəttə ki, indiki zamanları, gələcək zamanı sildim. Was shining deyir ki, çatanda günəş parlayırdı. Gedirəm 72-yə, usually görmüşəm, adət halını almış hərəkəti ifadə edir. In the evenings və Mike takes olardı, sildim. Is taking təbii ki, indiki dameci zaman, keçmiş dameci zaman mümkün deyildir. Has taken present perfect zaten mümkün deyildir usually ilə uzlaşması və takes his dog olacaqdır. Üçün şəxsin təkində olduğuna görə S-i də unutmamaq şərti ilə. Gedirəm 73-ə. If-dən sonra bilirəm ki, mən will gələ bilməz. Will gələcək zamanda uzlaşması keçmişə və yaxud da ki, iki gələcək zamanın eyni yerdə işlənməsi, eyni cümlədə işlənməsi bağlayıcı ətrafında mümkün deyildir. İkisi arasında qalanda the boss üçün şəxsin təkidir. Əllo olmazdı. Əllo olardı, S-i qəbul edərdi. O səbəbdən dərhal yeni götürdüm, D-ni sildim. Gedirəm 74-dən və burada ego görürəm. Past simple-da dərhal mən izi, will-i və izi sildim. İkisi arasında qalanda gedirəm ikinci. But today it has become a dead language. Deyir ki, Latin was an international language. Deyir ki, əvvəllər beynəlxalq dil oldu, lakin today it has become. Amma bugünlə əlaqəsi olduğu üçün təbii ki, it has become olacaqdır B variantı. Burada mütləq tərcümə etmək lazımdır. Zaman uzlaşmasından söhbət getmirdi. İkinci hissədə today veribdir. Present perfect-dən istifadə edə bilərsən rahatlıqla. Gedirəm 75-ə. When görmüşəm. When-dən sonra mən ikinci hissədən will-i atıram.
Və uzlaşmaya gedəndə were-lə are-ın uzlaşması mümkün deyil, sildim. People pay more taxes when they earn, B variantını doğru götürəcəm. Have-lə idin uzlaşması mümkün deyil, indiki ilə də keçmişin uzlaşması mümkün deyildir. Gedirəm when-dən sonra was görmüşəm, past simple-dır. Və burada used to ifadəsini dərhal yadıma salıram. Used to ifadəsi nə deməkdir? Keçmişdə müəyyən bir hərəkəti etmişəm, lakin bugünkü gündə o hərəkəti etməyi artıq dayandırdığım hərəkət üçün mən deməli keçmişdə bir də deyirəm, used to ifadəsi hansı ifadədir? Keçmişdə müəyyən alışdığım hərəkəti bugünkü gündə artıq tərk etmişəm, etmirəm. Bax, buna used to ifadəsi deyilir. Məsəl üçün deyirəm ki, I used to swim a lot in my childhood. Uşaq vaxtı deyirəm ki, çox üzərdim. Are şəklində də bu şəkildə də tərcümə olunur. Lakin indi artıq onu dayandırmışam, etmirəm bu hərəkəti. Bax, used to ifadəsini istifadə edərsən. Yadımda saxlayıram ki, sualı inkarı üçün diddən istifadə edirəm adi normal versiyada. Did gördüyüm yerdə də idinin düşdüyünü unutma. Did you used to olacaqdı, yəni ki, indi baxırım ikinci hissədə was görmüşəm. Təbii ki, uzlaşması keçmişə gedəcəkdir. I used to play basketball. Təbii ki, used to-nu götürəcəm, C variantı. Used-dan sonra burada to gəlməlidir. Sildim. Didn't used to olardı və idisi çatmır. O səbəbdən sildim. Diddən də sonra idi dərhal düşərdi o səbəbdən. Yenə o tipli bir testdə was görmüşəm, keçmiş zamanda diddən sonra idi dərhal düşər, used to olardı, dərhal sildim, idisi çatmır, dərhal sildim, didn't used to olmalıydı, sildim və doğru variantımı C variantı olaraq götürdüm. Deyir ki, I used to go to a lot of museums. Deyir ki, uşaq olanda mən çoxlu muzeylərə gedərdim. 78-ə baxanda yenə used to ifadəsinə baxıram. At the age of 10 yaşımda I used to go dancing olardı. At the weekends, həftə sonları used to ifadəsini dərhal verirəm. A variantı use'dan sonra to gələrdi, didn't used to olardı, idisi yoxdur götürdüm. Diddən də sonra idi düşəcəkdi. Used to ifadəsi inşallah ki başa düşmüş olduq. Və were gördüm və indi bu dəqiqə dedim ki, did gördüyüm yerdə idinin düşəcəyini unutma. Və did you use olardı, idini dərhal sildim. Did you use to-su yoxdur. Yox, to-nu zaten burada veriblər, beni götürdüm. Didn't use dərhal silərəm. Do use ifadəsi mümkün deyildir. Don't you use to come here when you were. Were olduğu üçün də don't uzlaşması mümkün deyildir. İndi gedirəm 80-ə, if görürəm və will görürəm. Gələcək zaman uzlaşması yalnız indiki zamana gedəcəkdir. Dərhal digər zamanları sildim və Tom üçün şəxsin təkidir. With-lə with arasında qalanda S-i yoxdur. Sildim, A variantını götürdüm. Şəxsin təki olduğu üçün yenə 81 görürəm. If görürəm, he görürəm və başa düşürəm ki, gələcək zamanda uzlaşması yalnız indiki zamana gedər və digər bütün zamanları silirəm. If he S olmalıydı. Sildim və Y variantını götürdüm. 82-yə baxıram. Yenə if görmüşəm, gələcək zamanda uzlaşması yalnızca indiki zamana gedər. O səbəbdən də mən digər bütün zamanları silirəm və mən gedəcəm if he goes indiki zamana uzlaşması mümkündür. Will görmüşəm, gələcək zamanda və gələcək zaman uzlaşması indiki zamana gedər. Şey üçün şəxsin təkində olduğuna görə hədi, have ola bilməz, has olmalıydı. Is having indiki daimici zamanda uzlaşma mümkün deyildir və will də iki gələcək zaman eyni cümlədə gələ bilməz. C variantını götürdüm. Yəni if görmüşəm və if-dən sonra başa düşürəm ki, gələcək has, will gələ bilməz. Will gələcək zamanda uzlaşması indikiyə gedər və fullunu keçmiş zamanı sildim. Fly-ı doğru variant olaraq C variantı olaraq götürdüm. Davam edirəm 85-ə və if görmüşəm. If-dən sonra mən will-ləri silməliyəm, getməliyəm uzlaşmaya. Were keçmişdi, won't gələcəkdir. Uzlaşma mümkün deyil, sildim və were keçmişdi, will gələcəkdir. Uzlaşma mümkün deyil və Y variantını dərhal götürəcəm. Yəni if görmüşəm, if-dən sonra will-ləri atıram, uzlaşmaya gedirəm. Dərhal yadıma düşür ki, indiki zaman it, didn't keçmiş zaman uzlaşma mümkün deyil, at keçmişdi itin və have present perfect uzlaşma mümkün deyil. Dərhal silirəm və C variantını doğru olaraq götürürüm. 87-yə getdiyim təqdirdə isə baxıram ki, yenə if görmüşəm. If-dən sonra ikinci hissədən will-ləri silim. İkisi arasında qalanda lent keçmişdi. Lent-də bu şəkildə yadda saxlayıram. Qaydasız fe'li regular verb-də d-nı sildim və B variantını doğru olaraq götürəcəm. If yenə görmüşəm cümlənin ortasında. If-dən sonra will-i atdım. Gedirəm uzlaşmaya. Will gələcək zaman, kept keçmiş zaman uzlaşma mümkün deyildir. Və baxıram ki, our room üçün şəxsin təkində olduğuna görə looks olardı. Ona görə A variantını sildim. Zaten will-i də burada silmişdim. D variantını. Our room looks tidy olmalıydı. Doğru variantın D variantı olaraq burada özünü
göstərəcəkdir. Gedirəm 89-a. If görmüşəm mən burada. Ifdən sonra dərhal mən will-i silərəm, will-ləri silərəm. Uzlaşmaya gedirəm. Was'la A-nın uzlaşması mümkün deyil. İkisi arasında qalanda if the weather is fine. People always goes ola bilməz. Üçün şəxsin təkidir bu. Çünki ona görə A variantını götürəcəm. Yenə 90-da if görmüşəm. Ifdən sonra isə mən will-ləri silirəm. Digərləri arasında qalanda gedirəm went keçmiş zamandır. Will gələcək zaman uzlaşması mümkün deyil. Sildim və you exactly lose doğru ifadədir. You-dan sonra loses gələ bilməz. Bu üçün şəxsin təki üçün yanlışı mümkündür. D variantı doğrudur. If görmüşəm. Ifdən sonra will-ləri sildim. Uzlaşmaya gedirəm. Helps will uzlaşma mümkündür. Helped past simple will keçmişlə gələcək uzlaşma mümkün deyildir. İndiki ilə də keçmişin uzlaşması mümkün deyil. Dolayısıyla D variantı doğru olacaqdır. Yəni if görmüşəm usually veribdir. Students usually listen to the teacher carefully. They understand that also deyir ki, əgər ki tələbələr müəllimə diqqətlə qulaq asırlarsa, onlar qaydaları başa düşürlər. Mən A variantını dərhal doğru götürəcəm. Ifdən sonra will-i sildim. İdi və indiki zaman uzlaşması və ya indiki zamanla past simple, çünki understand, understood qaydasız belli. Keçmiş zamanda artıq dəyişibdir. A variantı özünü göstərəcəkdir. If görmüşəm burada ifdən sonra will-ləri sildim. Uzlaşmaya gedirəm. İdi ilə Geozun indiki zamanla keçmişin uzlaşması mümkün deyil. If her friend finishes olardı. Üzün şəxsin təkində D-nı sildim, yeni doğru götürdüm. 94-də gedirəm, if görmüşəm. Ifdən sonra want-ları sildim, uzlaşmaya gedirəm və if you don't prepare supper, you can order. Bu variantını dərhal doğru götürürəm. Don't indiki zamanda idi keçmişdi, uzlaşma mümkün deyil və diddən sonra idi dərhal düşər. Y variantı o səbəbdən səhvdir. If görmüşəm. Ifdən sonra mən will-i yalnızca sildim, uzlaşmaya gedirəm. Are indiki told keçmiş uzlaşma mümkün deyildir. Were keçmiş tel indiki uzlaşma mümkün deyildir. C variantı doğrudur. Were keçmiş will gələcək uzlaşma mümkün deyildir. Davam edirəm, yenə if görürəm. Ifdən sonra, ifdən əvvəl will görmüşəm. Gələcək zaman uzlaşması yalnız indiki zamanla mümkündür. O səbəbdən digər bütün zamanları atıram. You studies olmazdı. Üçün şəxsin təkində, amma you study olar doğru variantı olaraq götürəcəm. Yenə if görmüşəm və ifdən sonra mən will-ləri, yəni A variantını, Y variantı atdım, gedirəm uzlaşmaya. David will go. If he gets olardı. O səbəbdən sildim. Will go if he gets B variantı doğrudur. Goes non good. Keçmiş zamanla indiki zaman uzlaşması mümkün deyildir. Yenə if görmüşəm və if you asks ola bilməz. Əlbəttə dərhal sildim. Ifdən sonra will də gələ bilməz. İkisi arasında qalanda your friend will translate it for you if you ask. D variantını doğru götürəcəm. Your friend translates olar. Y variantı o səbəbdən zəifdir. Yenə if görmüşəm və uzlaşmaya gedirəm. Had past simple-dır, gələcəksəm uzlaşma mümkün deyildir və he visits olardı. O səbəbdən B variantını sildim. Has indikidir, visited keçmiş zaman uzlaşma mümkün deyildir və if he has enough time, he will visit. C variantı dərhal doğru olaraq götürəcəm. Y variantı niyə görə yanlışdır? Çünki he visits olardı. O səbəbdən sildim. Gedirəm 100-ə və if görmüşəm. Ifdən sonra hələ keçməyi silmirəm. Uzlaşmaya getməliyəm. Moves indiki keym keçmiş uzlaşma mümkün deyildir. Və are indiki keym keçmiş uzlaşma mümkün deyildir. Millions of birds shall əlbəttə deyə bilmərəm. Üçün şəxsin cəmində də will olmalıydı burada. Dərhal sildim. Move to hot countries if winter comes. D variantı doğru olacaqdır. Təbii ki, have moved mənə heç bir təqdirdə uzlaşma və ya tərcümə verməz. If gördüm və mən burada gedirəm will-ləri silirəm, uzlaşmaya gedirəm. Nurse counts the tools if the operation begins. Operation üçün şəxsin təkidir, yəni itdir. S olmalıdır. A variantını sildim. Will count if the operation begins. Deyir ki, bəli, operasiya başlasa sayacaqdır. Counts olardı, sildim və ya begins olardı. Digərlərdə zaten silmişdim. If'e gedirəm. If'dən sonra mən will-i sildim. Uzlaşmaya gedirəm. If he passes olardı, sildim. İndiki ilə keçmiş zaman uzlaşma mümkün deyildir. C variantı doğrudur. Pass keçmişdir. Will gələcəkdə uzlaşması mümkün deyildir. Dərhal silərəm. Gedirəm 103-ə. If'dən sonra hər indiki zaman görmüşəm. Bu səbəbdən də were idini və was-u sildim. If I have time, I will wash. C variantını götürəcəm. Have wash sənə tərcümə verməz. Heç bir təqdirdə uzlaşmada mümkün deyil. Bu anlamda. If'dən sonra comes görmüşəm. İndiki zamanda uzlaşması gələcək zamana və ya indiki zamana. Our lesson begins olardı, sildim və ya begin'in keçmiş zamanda olması mümkün deyil. Began ümumiyyətlə verb free mümkün deyildir. Will begin if the teacher comes. D variantı təbii ki özünü
burada doğru göstərəcəkdir. Gedirəm 105-ə. Və if görmüşəm, yenə want to will'i sildim. Uzlaşmaya gedirəm, gələcək zaman görürəm. Uzlaşması didlə ola bilməz. If it doesn't rain. It olduğu üçün don't ola bilməz. O səbəbdən də dını götürdüm. Gedirəm, yenə if görürəm. Ifdən sonra hələ keçmiş silmirəm. Yalnızca want to silmək məcburiyyətindəyəm. Could keçmişdi, does indiki də uzlaşma mümkün deyildir. Will gələcəkdə did keçmiş uzlaşma mümkün deyildir. Mr. Green won't catch the plane if he doesn't take. C variantı doğrudur. Deyir ki, taksiyə götürməsə, taksiyə minməsə təyyarəyə çatmayacaqdır və won't catch the plane if he takes. Təbii ki, mən D variantını götürsəm mənə düzgün tərcümə verməz. Deyir ki, taksi götürsə təyyarəyə çatmayacaqdır. Bu məntiqi baxımdan düzgün tərcümə olmaz. Gedirəm 107-də if-i görmüşəm yenə. Yalnız burada will'i siləcəm birinci mərhələdə. Will'i sildim, gedirəm uzlaşmaya. Geçindiki idi keçmişdi. Sildim, uzlaşma mümkün deyildir. Gələcəklə idinin uzlaşması mümkün deyildir. Və Sam üçün şəxsin təkidir. Yəni he-dir, gets olardı. Sildim. Will get a diploma if he graduates. Doğru variantı Y variantına götürəcəkdir əlbəttə ki. If görmüşəm. Will'i siləcəm və dərhal gedirəm uzlaşmaya və will scratch you if you pull. A variantın doğru olaraq götürəcəm. Will gələcəkdə idi, keçmiş uzlaşma mümkün deyildir və you puls olmazdı, dərhal sildim. Üçün şəxsin təki üçündür. S və scratches olardı. Y variantı, o səbəbdən də sildim. Deyir ki, cırmaqlayar əgər ki dartsan. 109-a gedirəm, if vermişəm və ifdən sonra will'i sildim. Gedirəm uzlaşmaya. If you learn English in computer well, you will find. A variantını dərhal doğru götürürəm. If you learned olardı. B variantını sildim və were-lə find indiki zaman uzlaşması mümkün deyil. İdi ilə də həvin uzlaşması mümkün deyil. Sildim. If görmüşəm. Ifdən sonra want to. Sildirəm, uzlaşmaya gedirəm və did ilə ton uzlaşması mümkün deyildir. Stephanie doesn't believe you if she sees olardı. Üçün şəxsin təkcini sildim və Y variantını doğru olaraq götürəcəm. Yenə götürdüm. Burada last gördüm. Təslim iki hissədən ibarətləndirir cümlədə. Birinci hissədə last görmüşəm, ikinci hissədə since görmüşəm. Deməli, hər hissənin özünün mütləq ki zaman zərfi olacaqdır. Last gördüyüm üçün birinci hissədə mən live-i, has-i, live-i sildim. İkisi arasında qaldım. Gedirəm ikinci hissəyə. İkinci hissədə since görmüşəm. Yadında saxla. Since then bərabərdir have, has. Üstəgəl participle to yalnızca. O səbəbdən də mən hamısını siləndən sonra doğru variant olaraq B variantını götürdüm. Gedirəm 112-yə və after görmüşəm. Afterdən sonra mən yalnızca will'i hələ ki silirəm. Yadda saxlayıram ki, idi ilə həvin uzlaşması mümkün deyildir. My sons will join the army after they complete. Biri götürürəm. Join indiki complete ilə uzlaşması mümkün deyildir. Join completed 1 və 3 burada doğru olaraq özünü göstərəcəkdir. Burada yenə after görmüşəm. Afterdən sonra will'i sildim, has-i sildim. Gedirəm uzlaşmaya və baxıram ki, becomes indiki zamanda, keçmiş zamanda uzlaşma mümkün deyildir. Uzlaşma özünü 1-3-də göstərəcəkdir. Money görmüşəm və money üçün ar ola bilməz əlbəttə ki. Gedirəm money found. Money öz-özünü tapa bilməz, sildim. Money is found by the villagers və ya was found by the villagers. They gave it to the police. Money was found götürəcəm əlbəttə ki, çünki gave-dən uzlaşması yalnızca bu şəkildədir. Deyir ki, pul kəndlər tərəfindən tapıldı və polisə verildi. 115-ə gedirəm və after görmüşəm, yenə willləri sildim. Uzlaşmaya gedəndə will left ola bilməz əlbəttə ki. Father went home after the train left. A variantı özünü göstərəcəkdir. 116-ya gördüm, when gördüm, will'i atdım, have-i atdım. Uzlaşmada has-lə qotun uzlaşması mümkün deyildir. 3-5 özünü burada göstərəcəkdir. Uzlaşma tam olaraq doğrudur. 117-yə baxıram, yenə when gördüm, have-i atdım. Qalanlarını saxlayıram. Have-lə kimin uzlaşması mümkün deyil. Sildim və 3-4 özünü doğru olacaq, doğru göstərəcəkdir. Gələcək zaman, indiki zaman, keçmiş zamanlarda, keçmiş zaman. 118-ə baxıram. When görmüşəm, when-dən sonra have-i atdım. 12, he, təbii ki, when Nick was 12, he used to idi olmalıydı. Burada sildim. When Nick was 12, he used to go. Mən C variantını götürürəm. Used to ifadəsini burada unutmur. Keçmişdə alışdığım, lakin dayandırdığım 12 yaş olanda deyir ki, güləşə gedirdi bu uşaq. Və davam edirəm 119-la.
I was trying to concentrate on my biology, but my little sister was constantly interrupting me. A variantı mən dərhal olaraq götürürəm. Vozla izin uzlaşması mümkün deyil. Əminlə vozun uzlaşması mümkün deyil. Try indiki zamandır və interrupt olardı sildim. Əminləmdəki idin uzlaşması mümkün deyil və tərcüməyə qalanda isə deyir ki, mən öz biologiya tapşırığıma fikrimi cəmləməyə çalışırdım, lakin mənim balaca bacım mütəmadi şəkildə mənə maneçilik törədirdi. Və while görmüşəm buradan. While-i gördüyüm təqdirdə mən saxlayıram hamısını, gedirəm uzlaşmaya. Vozla əmin uzlaşması mümkün deyil, izlə vozun uzlaşması mümkün deyil və while I were ola bilməzdir. C variantını sildim və indiki zamanla da və ya bu keçmiş olsa belə əmrlə uzlaşması mümkün deyildir. Gedirəm. She was reading a book while I was drawing. İki hərəkətin eyni anda olduğunu göstərir. At 5 o'clock yesterday görmüşəm. Keçmiş dairəsi zamanı əlbəttə ki, dəqiq tarixi ifadə edir. Past simple keçmiş qeyri-müəyyəndir. Keçmişdə qeyri-müəyyəni ifadə etdiyi təqdirdə past continuous isə mütləq ki, dəqiq tarixi, dəqiq zaman aşamasını bizə göstərir. Deyək ki, was ola bilməz, were olacaqdır. Ona görə digər bütün variantları silirəm. Mənə qalan variantı isə doğru variant olaraq götürürəm. When görmüşəm. When'dən sonra heç nə silmirəm. Uzlaşmaya getmək istəyirəm. Ardından when'in uzlaşması mümkün deyildir. We were watching movie when the power suddenly went. Onlarda təbii ki, mənə was bu şəkildə versəm tərcümə verməz. Və we were watching a movie when the power suddenly went out. Belə deyir ki, kinoya baxırdı ki, qəfildən işıqlar getdi. Have-lə went-in uzlaşması mümkün deyildir və bu da sənə goes olardı və ümumiyyətlə tərcümə də verməz. Gedirəm 123-ə, he görmüşəm və at the moment görmüşəm. At the moment burada indiki dameci zamanı ifadə edir. At that moment görmüşəm. At that moment keçmiş dameci zamanı ifadə edəcəkdir. Deyir ki, he was sleeping at that moment, so he heard the phone ring. He was sleeping at that moment, so he didn't hear. Mən Y variantını tərcümə olaraq götürürəm. Deyir ki, həmin an ərəfədə o yatırdı, belə ki, o telefon zəngini eşitmədi. Y variantı doğrudur. Bunun uzlaşması mümkün deyil. Və əgər ki, C variantını qoysa düzgün tərcümə almayacaqdır. İzlə də heard-ün uzlaşması mümkün deyildir. Gedirəm 124-də while görmüşəm və saxlayıram hələ ki, gedirəm uzlaşmaya, ardından vurun uzlaşması, vörlə izin uzlaşması mümkün deyildir. Və ran keçmiş zamandır, ring indiki zamanda uzlaşması mümkün deyildir. İkisi arasında qalanda while we were running towards the football field, the school bell was ringing. Deyir ki, biz futbol meydançasına doğru qaçanda məktəbdəki zəng çalınırdı. C variantı doğru olaraq götürəcəm. Təbii ki, D variantı sənə heç bir təqdirdə düzgün tərcümə verməz. 125-ə gedirəm, while görmüşəm burada. While-dan sonra mən silmirəm, uzlaşmaya gedirəm və we were discussing the art. Were-lə uzlaşma is mümkün deyildir. Id ilə s mümkün deyildir. Is ilə was mümkün deyildir və the teacher observes olardı mümkün deyildir. Y variantı olaraq doğru götürəcəm. While yenə görmüşəm. While-dən sonra mən while I was drawing a detailed picture, my friend was watching. Was-la təbii ki, həzin uzlaşması mümkün deyildir. Draw indiki zaman idin uzlaşması mümkün deyildir. While I draw is bu sənə heç bir təqdirdə tərcümə verə bilməz və D variantı doğruydu. Ümumiyyətlə, while-i gördünsə 99% halda bil ki, past continuous sözünü göstərəcəkdir. Past continuous, yəni was, were, üstə gəl ing. While I'm drawing, burada da you are watching olardı. Sildim Y variantını, uzlaşma tərcümə mümkün deyildir. 127-yə gedirəm, when görmüşəm. When'dən sonra mən silmirəm, gedirəm uzlaşmaya və belə ki, tərcüməyə getməliyəm. We were waiting for our French teacher to arrive when we notice ing qəbul eləməz, dərhal sildim. We were waiting for our teacher to arrive when we noticed. Bəli, C variantını götürəcəm. Çünki B variantını götürürsəm mənə tərcümə verməz, D mənə tərcümə verməz və yaxud da ki, ardından da dinin uzlaşması mümkün deyildir. Deyir ki, biz fransız müəllimin gəlməsini gözləyirdik ki, when we noticed that she was standing. Birdən deyir ki, biz fərqinə vardıq ki, o bizim arxamızda dayanıbdı. Tərcümə baxımından yalnızca C variantı mümkündür. Deməli, 128-ə gedirəm, while görmüşəm.
uzlaşma mümkündür. Vozla izin uzlaşması mümkün değildir. İzlə durun uzlaşması mümkün değildir. She was reading an article while I was drawing. İki hərəkətin eyni anda olması üçün C variantını götürəcəm. The uzlaşma mümkündür. Burada tərcümə verməz. While özünü göstərir. Əlbəttə ki, she was reading olardı indiki zamanla da və ya read də versəm mənə düzgün tərcümə verə bilməz. Gedirəm mütləq ki, iki hərəkətin eyni halda olduğunu burada bizə göstərmək istəyir. When görmüşəm. Uzlaşmaya gedirəm. They run in the park when they see a beautiful. Xeyr, düzgün tərcümə verməz. They were running indiki zaman uzlaşa bilməz. They were running when they saw. D variantı doğrudur. Deyir ki, onlar qaçarkən gördülər və arla so uzlaşa bilməz. Runla da so uzlaşa bilməz. Dərhal sildim. Yenə while görmüşəm. While'dan sonra have dərhal atıram. Uzlaşmaya gedirəm. While I'm listening While I'm reading, my brother listens to music, is listening olardı və yaxud da ki, yenə eyni hərəkətlərə getməliyəm. Mən vozla izin uzlaşması mümkün deyil. Bu sənə düzgün tərcümə vermir. While I was reading, my brother was listening variantını doğru olaraq götürərəm. Əminən idinin də uzlaşması mümkün deyil. While'dan sonra present simple. While'dan sonra is gəlməzmi? Təbii ki, gələr. Lakin düzgün sənə tərcümə verməlidir ki, verə bilərəm. Məsəl üçün deyirəm ki, while I'm reading, my brother is listening to music. Bax, bu olar. Amma ki, bu şəkildə ola bilməz. Gedirəm 131-ə, yenə while görmüşəm. While'dan sonra has-i dərhal silirəm. Uzlaşmada was writing an email while he was making coffee. Bəli, A variantını dərhal doğru götürəcəm. Eyni hərəkəti ifadə edir. He-də were ola bilməz, sildim. Writes sənə düzgün tərcümə verə bilməz və yaxud da ki, Y variantı da düzgün tərcümə verə bilməz. Yenə while görmüşəm burada. Və yenə getməliyəm. Arla place burada yenə sənə düzgün tərcümə verməz. İndiki zamanla keçmiş uzlaşa bilməz. Wordla has uzlaşa bilmir və Y variantını dərhal götürürəm. They dance while the band is playing. Əlbəttə ki, düzgün sənə tərcümə verə bilməz. While yenə deyirəm, gördünsə 99% halda past continuous'dan istifadə elən. Wordla həzin uzlaşması mümkün değildir. İdi ilə izin uzlaşması mümkün değildir. While we were walking to school, it was raining. Gedəndə deyir ki, yağış yağırdı, götürərsən əlbəttə ki. 104-də gedirəm, yenə while görmüşəm və A variantını versəm düzgün tərcümə verməz. Uzlaşma mümkün değildir. Uzlaşma mümkün değildir. Wordla arı olaraqdan da variantı olaraq doğru olacaq da arla da idi düzgün. Uzlaşma mümkün değildir. When görmüşəm. Uzlaşmaya gedirəm, idi uzlaşma mümkün değildir. C variantı saxlayıram hələ ki. I talk to my friend when my phone dies. Ola bilməz, düzgün tərcümə verməz. I was talking to my friend when my phone died. Deyir ki, telefonum zaryadkası qutaranda dostumla danışırdım. Have sənə düzgün tərcümə verməz və was dying də ifadəsi təbii ki, heç bir təqdirdə özünü doğrulda bilməz. Gedirəm 136. Ümumiyyətlə yadımda saxlayıram ki, bax, past continuous'da when və while arasında qalanda yadda saxla ki, while üstə gəl 99% halda past continuous, yəni ki, was, were üstə gəl ing verdiyin halda və ondan sonra isə gedəcəkdir past simple. Uzlaşma qabaqda gedəcəkdir past continuous və yaxud da ki, past simple da yenə gedə bilər. Başa düşdükmü? Bunu unutmayaq. Gedirəm 136-ya, yenə when görmüşəm. Uzlaşmaya gedirəm. When they draw, when they saw. Bu sənə düzgün tərcümə bilməz. When they were driving, when they saw. Bəli, B variantını doğru götürə bilərəm. Və deyir ki, onlar maşın sürürdülər hadisəni görəndə. Drive və so uzlaşması mümkün değildir. So keçmiş arla uzlaşması mümkün değildir. Were keçmiş indiki ilə uzlaşması mümkün değildir. Yenə when görmüşəm. Uzlaşmaya getməliyəm. He was watching TV when his mother called him. Anası çağıranda televizor izləyirdi. B variantı tərcümə verir. Uzlaşma mümkün olsa da tərcümə mümkün değildir. Uzlaşma mümkün olsa da tərcümə mümkün değildir. Və yaxud da ki, uzlaşma mümkün olsa da tərcümə düzgün değildir. So uzlaşma mümkün değildir. Y variantını sildim. Yenə bir
görmüşəm. We have dinner when təbii ki uzlaşma mümkündür, tərcümə düzgün deyildir. Uzlaşma mümkün deyil, have idi uzlaşa bilməz. We were having dinner when the guests were arriving deyə bilmərəm. When the guests arrived, we were having. Təbii ki C variantını silərəm, tərcümə verməz. Uzlaşma mümkün olduğu təqdirdə də bəndən sonra yenə 99% hallarda yenə deyirəm ki past simple-dan istifadə elə. We were having dinner when the guests arrived D variantı olaraq özünü doğru göstərəcəkdir. Bəndən də sonra zaten will gələ bilməz. Yenə while görmüşəm. We are playing are-la idi uzlaşa bilməz, idi ilə iki zaman uzlaşa bilməz və we were playing football whilst we were studying. Deyir ki, they were playing while we were studying. Biz oxuyarkən onlar da oynayırdılar. Y variantı doğru olaraq götürəcəksən. Düzgün tərcümə verməz, düzgün tərcümə verməz. Gedirəm 140-a. When görmüşəm genə uzlaşmaya getməliyəm və she was reading a book when the lights were going ola bilməz və was reading when the lights went out. İşıqlar sönəndə o dərs oxuyurdu. Studying girls düzgün tərcümə verə bilməz. She read olsa belə yenə düzgün tərcümə verə bilməz. Və yenə D variantı da o şəkildə tərcümə verə bilməz. Deməli, bu testlərdə tərcüməyə də getməlisən. Gedirəm when yenə görürəm, uzlaşmaya gedirəm. He sleeps when his mom wakes. Təbii ki, bu sənə düzgün tərcümə verməz. Slept, woke. Onlarda indiki zamanla keçmiş zaman uzlaşması mümkün deyil. Keçmiş zamanla gələcək zaman uzlaşması mümkün deyildir. He was sleeping when his mom woke. Bəli, anası oyadanda yatırdı. İzlə də wake sənə düzgün tərcümə verməz heç bir təqdirdə və momdakı zaten wakes olarda olsa belə tərcümə verməz sənə. Gedirəm 142-yə və at 2 yesterday keçmiş zamanı göstərir. Çünki keçmişin dəqiq bir zaman aşamasını burada ifadə edir. O səbəbdən də mən will-i, have-i ara atdım. İkisi arasında qalanda we was olmazdı, we were olardı əlbəttə ki. Yenə when görmüşəm. Was-la will uzlaşa bilməz, will-lə idi uzlaşa bilməz, did-lə s uzlaşa bilməz, am-lə idi uzlaşmaz. C variantı uzlaşma olaraq veribdir, dərhal götürdüm. Və gedirəm növbətiyə. They were swimming when it started. Variantı doğru olacaqdır. Deyir ki, yaxşı yağmaq başlayanda onlar üzürdülər. Tərcümə verməz, uzlaşma olsa da tərcümə verməz. Tərcümə verməz və yenə də tərcümə verməz sənə. While görmüşəm, walked görmüşəm, so görmüşəm. While gördüm, ümumiyyətlə meclis zamanı getməliyəm. While we were walking, we saw, belə deyir ki, gəzərkən rainbow gördük. Arla so uzlaşa bilməz, tərcümə verməz və uzlaşma mümkün deyildir keçmişlə indiki olaraqdan. Next month görmüşəm, gələcək zamanı ifadə edir. O səbəbdən də həzi atdım və gone keçmiş bitmişin elə bir go, went və gone verib. Əlbəttə ki, belə bir ifadə mümkün deyil, birdən-birə istifadə olunsun və they go to France for their next month. For their holiday next month. Olmaz, went də olmaz. Mən Y variantı arasında, Y variantına baxıram təzədən. İndiki damıcı zaman olmasına baxmayaraq. Yadımda saxlayıram ki, am, is, are, üstəgəl verb, üstəgəl ing. Bu eyni zamanda da yaxın gələcəyi ifadə eləmək üçün istifadə olunur. Və deyirəm ki, they are going to France for holiday next month. Gələn ay onlar öz tətilləri üçün Fransaya gedirlər. Yenə deyirəm, indiki daməcə zamanı istifadə edə bilirəm. Yaxın gələcəyi istifadə göstərmək üçün, ifadə eləmək üçün tamamilə mümkündür, özünü göstərəcəkdir. Look at these clouds. Deyir ki, bu buludlara bax, is going to rain. To be going to ifadəsi mümkündür. Soon görmüşəm, gələcək zamanı ifadə edir və digər bütün zamanları silirəm. C variantı arasında qalıram və dərhal yadıma düşür to be going to ifadəsi. Bax, to be going to ifadəsi, to be going to ifadəsi. Gələcəkdə planlaşdırdığım hərəkətləri həyata keçirmək üçün istifadə olunur. Yaxın gələcəyi ifadə eləmək üçün istifadə olunur və deyir ki, bax, yağış yağmaq hazırlaşır. Bu şəkildə də istifadə olunur, hazırlaşır. Gələcəyi ifadə edir, lakin şəlvədən biraz fərqlidir. Qəti deyildir, yəni ki, hazırlaşır, nəsə etməyə hazırlaşır tiplisindən. Belə yadımda saxlayıram. Sadəcə, yəni ifadə budur, to be going to ifadəsi. Burada çaşdırıcı bir məqam, əmiza, üstəgəl ing-nin gələcək zamanı yaxın gələcəyi göstərməsi baxımından, çünki
uşaqlar buna alışmayıblar, amma müəyyən bir müddətə alışmaq mümkündür. Yenə gedirəm, my parents next görmüşəm, gələcək zamanı ifadə edir. O səbəbdən digər bütün zamanları atıram və deyir ki, my parents are going to buy a new car. Mənim valideynlərim maşın almağa hazırlaşırlar. Yəni əvvəlcədən planlayıblar və bunu etməyə hazırlaşırlar. To be going to ifadəsindən istifadə edəcəksə mütləq unutma. Bir an and I are going to the cinema tonight. Bu gecə deyir ki, getməyə hazırlaşırıq. Were ola bilməz, went və ya olmaz, amma indiki damisi zamanı istifadə edə bilərəm, yaxın gələcək. Deyir, bu gecə gedirik ora. Bax, bu şəkildə də tərcümə olunur. Florian and I are going to the cinema tonight. Bu axşam deyir, sinemaya gedirik. Biz bunu necə Azərbaycan dili ifadə edə biliriksə, eləcə də İngilis dilində də rahatlıqla istifadə edə bilirik. Next görmüşəm, gələcək zamanı ifadə edir yenə burada. Bu to keçmiş zamanı, was indiki zamanı, was keçmiş zamanı və has indiki bitmiş zaman siləndən sonra is going to buy. Gələcək zamanda nəsə etməyə hazırlaşmağı ifadə etmək üçün istifadə olunur. To be going to ifadəsini unutmayaq. To be going to be going to bütün zamanlara görə dəyişə bilir, şəxslərə görə dəyişə bilir. She is going to buy a new car next week. Belə deyir ki, gələn həftə yeni maşın almağa hazırlaşır. In an hour gələcək zamanı ifadə edir. Bir saatdan sonradır. Ona görə she is meeting her friend. Bəli, indiki damicə zamanı istifadə edib gələcək zamanı indikasiya eləyə bilərəm. Yeni mövzu olaraq salınıb da bəlkə toplarda bu tipli testlər görə bilməzsiniz. Gedirəm 152-yə. At 10 p.m. tomorrow gələcək damicə zamanı ifadə edir. My dad is having. Gələcək zaman is having a meeting at 10 tomorrow. Deyir ki, bəli, sabahları saat 10-da mənim atamın iclası olur. Yaxın gələcək ifadə eləmək üçün iki damicə zamandan istifadə edə bilərsən. Gedirəm 153-ə. This Saturday, bu 6-cı gün və we are going to a museum. We are going to the museum. Deyir ki, biz muzeyə gedirik. Bu 6-cı gün yaxın gələcəyimi ifadə etmək üçün iki damicə zamanı istifadə edib yaxın gələcəyimi istifadə edərəm. Baxın, we are going olardı burada. Təbii ki, this olduğu üçün went-i, were və yaxud da ki, we go to cinema this Saturday deyə bilmərəm. Əlbəttə ki, present simple təkrar olunan hərəkəti ifadə etmirəm. Lakin are going-i rahatlıqla istifadə edə bilərəm. Tomorrow görmüşəm, gələcək zamanı istifadə etmək istəyirəm. Yenə indiki damicə zamanı versiyasından, formasından, modelindən istifadə edib gələcək zamanı indikasiya edə bilərəm. Deyir ki, she is studying for the history exam. This with me tomorrow. Deyir ki, o sabahları mənimlə tarix imtahanına hazırlaşır. Deyir, sən sabah nə edirsən? Deyirəm, sabah tarix imtahanına hazırlaşıram. Ür kimi tərcümə olunsa belə gələcək zamanına indikasiya olunacaqdır. Yenə gələcək zamanı ifadə etmək istəyirəm. Burada we are meeting our friends. Deyir ki, dostlarla saat 4-də görüşürük. Baxmayaraq ki, görüşəcəyik demirəm, amma görüşürük deyirəm. Amma hər halda biz bunu yaxın gələcəyə indikasiya etmək istəyirik. Look at those dark clouds. Deyir ki, o qara buludlara baxın. It's going to rain soon. Tezliklə yağış yağmaq. Bayaq oxuduğumuz testin eynisidir. Yağış yağmağa deyir ki, hazırlaşır. Yağış yağacaqdır. Yəni, yenə deyirəm, indiki damicə zamanı və ya to be going to ifadəsi gələcək zamanı, yaxın gələcək zamanı ifadə edə bilir. Və bu tipli testlərdə də özünü göstərir. Yenə görmüşəm on Saturday. I have attended. I'm going to attend. Deyir ki, mən 6-cı gün iştirak eləməyə hazırlaşıram. I has ola bilməz təbii ki, bunlar sənə düzgün tərcümə verə bilməz. I'm going to attend Tony's birthday isə bəli deyir ki, orada iştirak eləməyə hazırlaşıram, sənə rahatlıqla tərcümə verər. 158-ə baxıram. She gets olardı sildim. She's getting a new bicycle for her birthday. Bəli deyir ki, o is getting olardı, dərhaldığını sildim. Get sənə düzgün tərcümə verilməz, has got olardı. She's getting a new bicycle isə o deməkdir ki, she's going to get a new bicycle. O deməkdir ki, she will get a new bicycle. Başa düşürsünüzmü? İnşallah ki, aydın olmuşlar. Çünki bu biraz yenidir, biraz məni tədirgin elədi bu yeni tiplilər. Yenilər biraz qəbul olunana qədər biraz uşaqlarda çaşqınlıq yaradır, təəssüf ki. Next görmüşəm, gələcək zamanı yenə ifadə eləmək istəyirəm və mən digərlərini sildim. We are going to have a test olardı. Ona görə B variantını sildim. Burada to'su yoxdur. Ona görə də Y variantını götürdüm. We are having a test. Yəni, yenə deyirəm, iki damicə zamandan istifadə edib gələcək zamanı indikasiya eləyə bilərəm. Deyirəm ki, gələn həftə biz test yazırıq.
Deyirəm gələn həftə nə edirsən? Sən də deyirsən ki, ha gələn həftə test yazırıq. Yox, gələ bilmirəm, tutalım bu tiplisindən. Yenə soon görmüşəm və have moved-u, onu sildim və were sildim. We are going to move. Bu da to be going to ifadəsi istifadə olunubdur. Deyir ki, köçməyə hazırlaşırıq. Gedirəm 161-ə. Yenə next görmüşəm, gələcək zamana indikasiya eləyir. Hamısını sildim. She is taking her French exam. B variantını doğru götürəcəm. Yenə deyirəm iki davamıcı zaman gələcək zamana bu şəkildə indikasiya edə bilir. This evening götürmüşəm. Yaxın gələcəyi yenə göstərmək istəyir bizə. We are having verəcəyik. Deyir ki, naharımızı edəcəyik və ya şam yeməyimizi qəbul edəcəyik bu axşam. Başa düşürmü hansı mənada? Yəni indiki davamıcı zaman present continuous, əmizə üstə gəl ing versiyası, hər zaman dediyimiz present continuous yaxın gələcəkdə də özünü göstərir. 7-ci sinif kitabında bu barədə qısa məlumat vardı. Həm to be going to ifadəsi, həm də ki əmizə üstə gəl ing hansı ki yaxın gələcəyə indikasiya olunur. Next görmüşəm, gələcək zamanı ifadə eləmək istəyirəm. Yeni hamısını sildim və to be going to ifadəsindən gələcəkdə nə isə etməyə hazırlaşmaq baxımından istifadə edə bilirəm. Yenə this weekend görmüşəm. Yaxın gələcəyi ifadə eləmək istəyir, hamısını siləndən sonra we are going to cancel. Burada əmizası yoxdur, dərhal silirəm, B variantını götürürəm, o tipli testlərdəndir yenə. Yenə gələcək zamanı he will apply, dərhal sildim, heç nə verməyib mənə, will rahatlıqla veribdir, deyir ki, iş üçün müraciət edəcəkdir. My best friend and I are going to the cinema. Bəli, bu deyir ki, bu gecə biz gedirik sinemaya, B variantını rahatlıqla verə bilərəm, indiki davamıcı zamandır, lakin yaxın gələcəyə üçün özünü göstərə bilir. I'm thirsty, I will get you some water. I'm getting olardı sildim. I'm going to get olardı B variantını sildim. Amma I will get tamamilə doğrudur. Burada to olmalıydı. Ona görə səhvdir. Və oh no, I forgot my notebook. Don't worry. I'm going to lend olardı sildim. I will lend isə özünü göstərəcəkdir. O səbəbdən yeni götürdüm. I don't have any bread left. I will going ola bilməz. I will go to the shop. Bəli, götürərəm. Deyir ki, shop'a gedəcəm və the phone is ringing. I'm going to answer olardı sildim. Ona görə I will answer cavab verəcəm. I don't understand this problem. Başa düşmürəm problemi. I'm going to help olardı sildim və I will help kömək edəcəm sənə. I don't understand this problem. Deyir ki, bu problemi başa düşmürəm. Bu da deyir ki, I will help you with it. Mən sənə kömək edəcəm. B variantını götürərəm. I'm helping, mən sənə kömək edirəm. Gələcək zamana belə indikasiya eləyəndə düzgün tərcümə verməz. O səbəbdən yanlışdır. It's raining. Deyir ki, I'm going to take olardı. Ona görə sildin. Amma I will take rahatlıqla götürərsən, götürəcəm deyir. I need to tell Tony something important. I'm going to call olardı. Ona görə sildim. But I will call rahatlıqla verərsən. Burada da əmizə yoxdur. Olsa belə düzgün tərcümə verməz. I don't have enough players for the football game. I'm going to join olardı sildim. Amma I will join olsa rahatlıqla götürərsən. I'm feeling cold. I will close tamamilə doğrudur. I'm going to close olardı. To verməyibdir. I lost my pen doğrudur. I'm going to find olardı sildim. I will find isə doğrudur. Deyir ki, mən öz ruçkamı itirmişəm. O da deyir ki, narahat olma, sənin üçün taparam bir dənsin. I think it will rain. It's going to olardı. O səbəbdən sildim, götürdüm. I'm sure you will pass deyir. Əminəm ki, keçəcəksən. You are going to pass olardı. Amma d sənə tam olaraq cuk oturubdu. This is very strong, güclüdür. They will win. Və they are going to win olardı. Sildim, ona görə götürdüm. In 15 years people are going to live olardı. O səbəbdən də will live əmin ki, yaşayacaqdı. Yet görmüşəm. Present perfect özünü göstərəcəkdir. Və inkar cümlələrdədir. Yadda saxlayıram ki, yet inkar cümlələrdə və have, has üstəgəl participle to olaraqdan özünü göstərir. Past perfectdə də özünü göstərir uzlaşma baxımından. I haven't done my German. Deyir ki, hələ ki etməmişəm. Azərbaycan dilinə nəqli keçmiş zaman kimi özünü göstərəcəkdir. Mış və yaxud da ki, ıbib kimi. Yet yenə görmüşəm, sual və inkar cümlələrindədir. Has she finished yet B variantını doğru götürərəm. Yenə yet görmüşəm. Present perfect olaraqdan they haven't arrived dərhal silərəm. A variantını götürürəm. Yet yenə görmüşəm və yenə present perfectdə də we haven't started götürərəm əlbəttə ki. Yet görmüşəm, sual və inkar cümlələrdədir. Dərhal digərlərini silərəm, have götürərəm və yenə a goal in football. I have just scored olardı təbii ki və
Just'ı verdiyi üçün təbii ki, present perfect-ə yenə gedərəm. I have already eaten olardı əlbəttə ki. Sadəcə ora zaman zərflərini də bilmək lazımdır. Present perfect-dən I have already finished verirəm əlbəttə ki. A variantını verirəm. Already gördünsə bil ki, was, is heç bir təqdirdə özü göstərə bilməz və yaxud da ki I have already watched twice deyir ki, artıq 2 dəfə baxmışam, dərhal silərəm və present perfect zaman zərflərinin tərcüməsini də düzgün eləmək lazımdır. My teacher has already explained deyir, artıq başa salıbdır. Already explained, already gördünsə present perfect-ə gedəcəkdir. O səbəbdən də digərlərini dərhal silərəm. Getdim 191-ə və we has olmazdı. We have already planned the variantını doğru götürərəm. Y variantı isə sənə heç bir təqdirdə we have already planned idi olmalıydı. Yaddan çıxartma ha bunu. Həfəzə participle ardıcılığını unutma. She has just finished. C variantı təbii ki olacaqdı. İdini unutmamaq şərti ilə just, yet, already bunlar yalnız present perfect aidlər və ya past perfect aidlər, unutma bunu. My parents have just left olardı. Ona görə hamısını sildim və has just left. D variantı götürdüm. My parents cəmdə olduğuna görə has ola bilməz, amma have-i götürəcəm. Bəli, Y variantına gedəcəm have olduğu üçün cəmə. We have just learned a new. Bəli, deyir ki, təzəcə öyrənmişik. Just, yet, already görürsən, bilirsən ki, present perfect-ə gedəcəksən. Və he has just bought. Təzəcə alıbdı. Bunlar yeni tiplidirlər, amma çox sadə versiyada verilibdir. Yenə today gördüm. I have spoken to Tony today. Bəli, have spoken olacaqdır. Today əsasən present perfect özünü göstərəcəkdir. She has written free. Bəli, has written olacaqdır. Y variantını özündə göstərəcəkdir. Today yenə gördün. We have played football twice today. Bu günləri deyir ki, 2 dəfə oynamışıq. Yenə today gördüm. Present perfect-ə gedəcəkdir. Didn't give və yaxud da ki the teacher was giving və yaxud da ki üçüncü şəxsin təki də ola bilməz, has gave ola bilməz. Has given tamamilə cuk yerinə oturacaqdır. 200-ə gedirəm my dad. Twice is calling diktamesi zaman və yaxud da ki üçüncü şəxsin təki də have ola bilməz. Was calling təbii ki sənə twice-a getməz. Calls yenə o şəkildə. Has called me twice today deyir ki bu günlər mənə 2 dəfə zəng eləyibdi. Bu tamamilə özünü göstərəcəkdir.